Afət Fərmanqızı TikTokda yayın açıb danışaraq Rusiyada yaşadığını, Azərbaycanda insanların necə dəyişdiyini və xeyli inkişaf etdiyini və halal olsun qabağa gedibsiz deyə canlıda bildirdi. Vəfa özünü mənlə reklam etdiyini və canlıda kimlə dəyişmək istədiyini açıqlayır. Baboşdan danışaraq Baboşu çox istədiyini, pis adam olmadığını açıqlayır və Təranə Qumralla PK edib nələri açıqlayırlar, videonu izləyək. Kanala abunə olub videonu bəyənməyi unutmayaq. Afoniya deyəmirəm bu gündən. Nə yaxşı da. Hamıya özünə məxsus cavab. Hə də. Какой привет, такой ответ. Bəx biri yazıb ki, nə yazmışdı? Yəni məni bəyənməməklə bağlı. Dedim kör atın da kör nalbəndi olar. Səni kimi izləyicinin də mənə kimi müğənnisi olar. Sonra özüm gülmüşəm öz cavabıma. Telefonumun bu kommentlər gəldikcə ekrana düşürdü. Mənə bu boyda komment gəlməmişdi axı. Bir dəfəyə 5000 komment. Ekran yanır sönür, yanır sönür. Axır nəsə düzəltdim də ekrana bilgilər gəlmir. Amma cavab yazıram. Yazın, hamınıza cavab yazacağım. Hara getdi Fatimə? Böyündən xahiş edirəm, onlara Fatma deyin. Nə qəşəng qalır ay kepka. Can var olun. Firdovsi, indi görüm. Sən Rojana tüpürüm ay Firdovsi. Bu nə şəkildə qoymusan ora? Hə, o məşhur yazıdır, o qızın deyil. Hardansa oxuyub hazır mesajlardır. Ay elə güldüm ki, nə bilim, koftamın qatması qırıldı filan. Ay nə bilim, Allah mənim ömrümlə, sənin ömründən kəssin mənə. Belə şeylər, onların hamısını blok eləyirəm. Kim elə yazırsa, həmən blok. Məni izləyən olsa da blok eləyirəm. Mənim o tamaşaçı sayı zat belə vecimə zada deyil. 50 nəfər olsun, yaxşı insanlar olsun. Hara getdi o Firdovsi? Hələ dünən mənə 4-5 saqqallı oğlan İrat yazıb. Girdim səhifələrinə axı bu günlər video qoymuşam. Bunların çoxunu araşdırdım. Narkoman var, içki içən var, nə bilim, nə piyanska, bambılı. Hələ bunları cəhənnəm yenə başa düşdük. İndi hərə bir cürdür də. Yekə kişilərdir. Dodağını belə qoyub, çəkib yaxından özün. Dodağını belə eləyib, gözünü qaşını belə eləyib, profilə qoyub. Səyyənə doluyub bax. Hələ biri də, dostlar, çox üzr istəyirəm sizdən. 4-5 oğlan da, onları paylaşmadım, ailələrindən utandım. Profilə baxıram ki, belə arxadan özünü çəkib qoyub. Şoka düşmüşəm. Bığlı saqqallı kişidir. Özünü, həqiqətən, valla dostlar, o şampunlu qədələrdən deyil, normal ailə başçılardır. Poza verib çəkdirib qoyub, Allah and olsun. Əlim üzümdə qaldı. Xeyli inkişaf var ya, mən 3 ildir, 4 ildir buradayam. Moskvadayam. İnkişaf gedib orada. Mən gələndə belə deyildi. Halal olsun, qabağa gedibsiz. Nə yazır? Şokdan çıxın. Acından öldüm dostlar, yata bilmədim. Arıqlamaq da istəyirəm. İcazə versiz bir markov yiyeyim. Markovla arıqlayıram. Qırtdalıb onu yiyirəm, ağzım yorulur, çənəm yorulur, markov da qoymur kökəlməyə. Ağzınızın suyu axacaqsa yeməyim. Yox, ağzınızın suyu axmayacaqsa bir dənə markov xırtdadım. Marçıldayacaq, xırtdayacaq, yaxşı. Siz eybi yox, sizi yola gətirirəm. TikTok spam eləməz məni. İndi Baboşda 3000 adam var, məndə 400 adam. Allah məni Baboş eylə. Bu bizim Begümdür. Begümün yəqin oxunmur sonrası. Ay qız, mənim dayım qızı Begümsən sən. Çıx görüm ortaya, oliqarx dayım qızı var bir dənə. Dollar Begüm. Afətin dayısı qız necə olmalıdır? Euro, Afət, dollar Begüm. Çıx görüm sən. Hə, Moskvadayım, ay dostlar, hə. Ev remont eləyirəm. Moskvadayam, toylarım var, hara gedim? 2-3 gün boş idim.
kürsüyündən yenə başlayıram. Moskvada sənin müğənnən hansı tərəfdə olar? Ay İlkin Moskva. Pa. Arbatda. Sizin müğənni harda olmalıdır ki? Əlimdə deyilmi knopka? Normal yazmayan kimi. Ay qız bizim Begüm sən de görüm. Hə, ay dostlar. Nəsildə iki gözəl var. Biri mənəm, biri o daim qızıdır. O da gözəllikdə mənə oxşuyur. Həm də qoçaq qızdır. Yıxıq evin dirəyi. Sağ ol ürəyim, atma hədiyyə zat. Gəlirəm 10.000 dollara. Amil salam. Amil, burada çox açıb danışmayacağım. Amil, oradan zənglər gəlir, ay bala. O işi həll elə. Bildin də? O aranjmanı həll elə demək istəyirəm. Başa düşdün? Bizim Amildir dostlar. Arifə bir işarə. Nəyə gülürsünüz? Niyə 10.000 dollar verin gəlimdə toya? Vəfaya qəşəng cavab verir. Vəfa uşaq deyil sizdə. Uy Allah, mən o boyda əjdahalarla vuruşmuşam. Vəfa da özünü məndən reklam eləyirdi. Vəfa da bilmir neynəsin. Özdə məndən bu şeyin fundamentini mən qoymuşam. Bu sosial şəbəkə. Amma onlar heç biri məntiqlə danışa bilmirlər. Nə Vəfa da danışanmır, yaxşı cavablar verənmirlər. Kimlə dəyişmək istəyərdim? Tapın görüm. Show biznes adamı deyil. Bax onun məntiqi savadı uyğun gəlir. Kəramətlə. Necə olar kəramətlə bir qəşəng deyişək, vuruşaq ya ona verən Allah ya mənə. Kəramət görən PK eləmir, kəramətlə bir PK eləyək. Show biznesdə özümə rəqib görmürəm. 2 dəqiqədən sonra bağlayaram, qafiyə gəlməz. Mən də fəlsəfə adamıyam. Xoşlayıram kəramətlə söhbəti. Əvvəllər hərdən danışardıq. Mən elə dərin insanları çox istəyirəm. Və kəramətə uduza da bilərəm və təəssüflənmərəm də. Çünki kəramət öyle belə adam deyil ki. Sizin müğənni Nəsimidən oxuyub. Nəsimidən nəinki oxumaq. O qəzəli açın Google'da bir göz gəzdirin. Görün o qəzəldən mahnı yarada bilərsiniz, yox. Mən onun elə sətirlərini götürmüşəm. Birini bu səhifədən, birini o səhifədən. Hətta orada nəqarət düzəltmişəm özümdən. Deyir ki, gövhər ikan mənəm, cism elə can mənəm, gənc nihan mənəm. Qəzəldə o qafiyə, o şeydir, sətirlərin ayaqlarıdır. Mən oradan ölçüyə uyğun olsun deyə bütöv sətiri götürməmişəm. Bu kimdir? Zaurcan. Zaurcan, qaşlarını da elə belə eləmirsən ki, qorxu. Gecə saat burada 3-ə işləyib qorxulu siman var, ay Zaur bəy. Xətrinə dəyməsin. Novqot gecəsi səhifəmizdən konsert eləyəcəm sizin üçün. Ola bilər onlayn da qoşaram sizi. Hər il Novqot ad günümdür, deyirəm istirahət eləyəcəm. Ay Allah, pul sevənəm deyə pulu görən kimi ad günüm zadım yadımdan çıxır. Qaçıram konsertə oxuyuram. Nə yazır ay Allah. Yox, ev böyükdür. Oğlum gil gəlib yatıblar o tərəfdə. Burada 2 evdir yan-yana. Xodları ayrıdır da. Mən ümumiyyətlə təhliyi sevən adamam. Mən bir də görürsən ilham pərlərim gəlir, mahnı bəstələyirəm. Süsən. O kraliça. Oba. Aşkım, güzel aşkım, necəsən? Dağıdırsan her şey, show biznesi. Maşallah olsun. Maşallah. Ay qız, niyə qoşulmamışdın bu günləri? Qonaqlarım Mən inan. başıma bir iş gəldi. Rusiyadan baxanlar varsa
Çəmini bilirsə, deməli burada bir sizdə Azərbaycanda necədir bu trend yol deyirsiniz, nə deyirsiniz də? Mən burada bu Azon deyirlər. Təzə aldığım evə paltar yuan, xaladelnik, televizorda hamısını oradan mağazada satılan şeylərdir. Zəmbilə atırsan, pulunu da ödəyirsən, düz evə dastavka var. Məndə də bir xüsusiyyət var. Görən kim deyirəm nə qəşəng tez alıram, alandan sonra başlayıb təzədən axtarıram yenə. Almısan da. Aldım. Alandan 5 dəqiqə sonra dedim qoy bir o birlərə də baxım. O birlərə baxdım, gördüm biri var, lap gözəldir. Aldığımı geri qaytardım Vazvrat. Vazvrat problem deyil. Həmən pulumu geri qaytarırlar. Mən pulu gözləmədim geri qayıtmağını. Kartda biraz var idi. Durdum birini də aldım. Amma Vazvrat elədim. Sonra televizor aldım, gördüm bu qiymətə 50 düym ekran var. Mən niyə 45 alıram? Həmən qiymətə 50 var imiş də. Durdum o 45-i də qaytardım. Eyni vaxtda 2 paltar yuan, 2 televizor. Bunların ikisini qaytardım, ikisi yerində qaldı. İndi mənim qaytardığım televizorun pulu gəldi, onun puluna təzəsini aldım. Paltar yuanı qaytardım, təzə paltar yuanı öz büdcəmlə aldım, amma əvvəlki aldığımın pulu qayıtmıyor. Bu da 10 dəqiqə pul geri qayıdır. Yazmışam banka, yığmışam banka, ora bura, neçə gündür beynimdə budur. Az pul da deyil də, 50 manat, 100 manat olsa cəhənnəmə batsın. Axır nəsə sağ olsun burada Tovuzlu qonşularım var. Onlar çoxdandır burdadır, başları çıxır. Mən xahiş elədim o da. Trend yoldan hələ şeylər. Mən hələ indiyənə qədər mən başım Burada çıxmır. şey yoxdur. Məncə trend yolda yoxdur. Burada Azon deyirlər, Valbers Azon. Adətən məişət əşyaları Azonda çox. Bütün bu süfrələrimi aldım, hamısını Kitaydan, Azondan gətirtmişəm. Mən bir dəfə dükan bazara getmirəm ki. Paltarlarımı aeroportdan alıram, Şeremetovdan. Dutifrdə ora. Hə, ora-bura uçanda elə girirəm, bax, bacım Şeremetovun mallarından geyinir. Boşum, əşyalar üçün də oradan, bazarlığı da oradan zəmbil atıram, gətirirlər. Da gedim marketə, bazarlıq eləyim, gəlim yox. Yaxşıdır da. Vallahi, nəysə axır, akazvaytsa, mən bu prosesləri dalbadal elədiyim üçün bunlar şübhələnib ki, mən yəqin adam deyiləm, kimsə də bu maşinlikdir, yəni nə mənada, yəni maşinliklikdir, kiminsə kart əlinə keçib, belə bir şey eləyir. Dondurdular və yazdılar ki, burada nəsə problem var, biz sənin pulunu dondururuq, prosedur qaydaları elə, filan, çek gətir, nə var, nə ilə, indi həll elədik onları, nəysə. Sağ olsun o, deyər atalar, deyir, yaxın qonşu, uzaq qohumdan yaxındır. Tovuzluların... Bir dənə oynat görək, bir dənə söhbət eləyək görək. At görün bəri. Mən ata bilmirəm axı, mən o. Dünən elədin axı. Naçat var, dayan. Hara geçiyor? Kepka işarəsi. Dayan, var. Gör, gəldi mi sənə? Prinyat, aha. Sən yenə bazardın. Dostlar. Dünən fidan. Onu bəs qəbul elədin sən? Mən hə qəbul elədim. Bu da gedir, getmir. Ay bacım, dünən 3 dəqiqə, 2 dəqiqədir. Bu niyə 55 dəqiqə qaldı? Bunları da bankrot eləyərik ki biz. Hələ bunlar yaxşı tanımır. Sənin o videon var. Hər gün baxıram ona. Aşkında belə yaxınlaşdırıb verirsən. Hə? Aşkında belə yaxınlaşdırıb belə eləyirsən. Günay. O bir gözümü, bu gözümü qıymaq lazım. Ay qız. Usa yaman krip olub üstüvə sağlıq. Niyə? Nə bilim ay qız, o günləri ova getmişdilər. Ay bacı, işləmir bizim bu, balımız işləmir. Sözün yadında saxla. İşləyir, nətər gedir axı? Dünən aşağıdaydı, axı indi bugün yuxarıdadır rəqəmlər. Hə, dünən 3 nəfər oynayırdıq Fidan sən mən. Ona görə, hə, danış. İndi ikimiz də yuxarıdadır. Ay dostlar, utanıram yerinizə. Hərənin izləyici özünə oxşuyur, kasıblarım. Bütün günləri Sevgim bir dənə xalq mahnısı oxudu, qəşəng. Hə, çox yaxşı oxudu. Gizlin çəkdim oxuyanda, bir sən dəhşətdir də, icazə vermir. Zülümlə oxuduram da onu. Zülümlə. Yalar yax aparmışım ki, nə gözəl oxuyursun, onu məktəbdə oxumuşdu. Dedim, gəl oxu da bala. Çox gözəl oxuyub, maşallah olsun. Görüm. Biraz səs verin, qulaq asaq bana biraz yavaş. Biri yazıb ki, Niyə səsi gəlir? biri yazıb ki,
Bunlarda qəşəng komment olur. Deyir, Təranə xanım elə bilir ki, WhatsApp-da danışır səndən. Yox, bilir dostlar. Səmimidir də, WhatsApp-da da beləyik biz. Başa düşmədim. Necə? Yəni söhbət edirik də, deyir WhatsApp-da danışır. Mənə elə keçən dəfə də deyirlər. Deyirlər TikTokda oturmusan, hər şeyi söhbət edirsən. Bu belə olmaz deyir. Sağ ol. Bax yenə dədəm. Fərman gəldi bura. Dədəmin adıdır. Sağ ol ay Fərman. Açkidən göndərdi. Sırazı zıpladım. Fedor gəldi. Fedor tez ol. Seva. Tez olun. Bax görsən Afət qabaqdadır. Sağ olun bayaqları. Dədəm gəldi dədəm. Dədəm Otur. gəldi. İndi baboşla oynayırdım səndən qabaq. Məndən küsüb. Deyir ondan küsmüşəm. Deyir əvvəl mən ondan pek azad edirdim qəşəng. Bizim aramızı bax bu nə deyim bunları görüm. Allah cəzalarını versin bunların. Bunlar vurdu izləyicilər durduğum yerdə. Bilirsən nə dedim? Dedim Allah özünə qismət eləsin. Qəşəng ev eşik qurub. Yox, haqsızlıqdan belə söz düşdü. Gəldim, deyir məni çağırırdı. Mən gəldirdim ora. Gəldim deyir, girdim, gördüm məndən danışır, qayıtdım, getdim deyir. Yox, pis demir deməyə. Bunlar bizim aramızı vurdular. Dedim ki, mən söz gəlişi bu yazığın adı keçdi elə ağzıma. Dedim bu baboşa yağlı nəyə quyruq bağlayan kimi dedim. Elə düz bəs də indi eləyin, o ehtiyacı olanları eləyin. Pis mənada demədim. Misal üçün söz gəlişi baboşa dedim. Mən baboş çox istəyirəm. Həqiqi bax, yazığın kimdən nə işi var ki? Pis adam deyil. Heç dünəndə bu gün də girməmişəm deyir. Yox, mən insan qəlbi qırmağa təsadüf alınsa da sonra fikir eləyirəm. Deyirəm falan kəsin qəlbini niyə qırdım? Bir dəfə o gün toydan çıxıram. Oldu zat toy oxumuşam. Bir oğlan gəlir bilir. Ay gəl toy qutarıb kurtqamız adı giyindim, plaş giymişəm da. Makyaj da tez silirəm. Makyajdan xoşum gəlmir. Bir də görüm gəlib belə liftin qabağına. Afət xanım şəkil çəkdirə bilərik. Deyirəm bu qaranlıqda qızdırım, bastırım. Bura şəkil yeridir. 6 saat zalın içində işıqlı yerdə makyajda qəşəng veçerini pal. İndi mən burada pləkanın altında liftin qabağında sən məndən şəkil çəkdir. Apar dostlarına denən ki, axşam Afətlə restorandan gəlirdik. Yeyib içməkdən gəlirdik. Nəsə qəlbinə dəydim. Elə liftdən minhamində ürəyim durmadı. Dedim yaxşı gəl çəkdirək, amma toy gedə bunu. Mikrofonumu çıxartdım, əlimdə belə. Mikrofonum belə. O da mənim məktəbimdə mikrofonla şəkil çəkdir. Nə yaparım? Sabahları. Düz eləyirsən əslində. Bunlara etibar yoxdur. Bunlar ala qarğa bala çıxartmaz bunların. Ay dostlar, mən aşağı. Ay bir dənə aşağı atın. Bu nə də? Söhbət qoyunu qurda yedirtdi. İndi mən qoyun oldum, sən qurt fikir ver. Ay aman. Məni hipnoz elədin sən. Vallahi işə ora baxmıram mən, hipnoz eləyəm, söhbət eləyirəm mən. Mən WhatsApp-dayım, söhbət eləyirəm. Yüz xalma. Bakıda olacağım dostlar, Bakıda. Novqot gecəsi Təranə xanımgildə olacağım. Dekabr 31-i. Soruşurlar harda olasın? Təranə xanımgildə. Oradan gedəcəyik Qubaya, bağlarına. Maşallah nə qəşəng olub. Mən görəndə keçən il o tərəfdə hələ iş gedirdi. Gördüm o. Bu açıq elə yaxşıdır ki, müalicəvidir. Bir maşında zətdə olanda açıqsız baxıram. Hatta tax bir dənə də oyun. Yenə o da var bitelim. Naçat budur. Zaday etsi. Yəqin budur da, yox? Nə bilim o qoşu əlcəkdir də aşağıda. Fidan dünən örgətmişdi. Ay dostlar. Yuxarıda kepka var. Fidan onu demişdi. Odur. Aşağıda 2 dənə boks əlcəyi var. Var. Пригласить. Пригласить. Ne budur? Boks əlcəklərim burada. Bir de burada bax burada. Sol tərəfdə 2 dənə əlcək var. Birincidir, ikincidir. Budur. İkisi də əlcək yoxdur. Gör budur. Birini vurdum üstdən xallarımız düşdü. Lap birincidir boks əlcəyi olan. Yox, ikinci. İkincini vururam. İkincidə maç yazıb, yəni top.
Afət 701, Təranə 836. İndi nə ayırım? Üstündən vururam, getmir axı. Aha, paki unutmaş. Niyə paki unut eləyirəm? Tərk eləmək. Bəlkə budur. Az bilməmək nə pis şeydir. Bilmirəm. Bayaq hansımız elədik, mən heç bilmirəm. Bəlkə budur ki. Ay dostlar. Oyun qurtarmayıb deyir, oyun gedir. Düz deyir, ay qız, oyun gedir. Tamam. Yo dostlar. Doğrudan bu yuxarıda gedən nədir? Düz deyir, oyun qurtarmalıdır ki, biz təzədən başlayaq. Belə tər oldu, oyun qurtarmayıb, mən səni aldızdım. Var da oyun. Ha, oddıq posle maça. Bu istirahətdir, bu oyundan sonra oddıqdır. Cəmaat Karlov var da istirahət eləyəndə biz də burada istirahət eləyirik. Nəyə basaq ay dostlar, kömək eləyin də. Yaxşı qoy bu ikincini bir də. Yazıblar ki, oyun gedir axı hələ. Yox, oddıqdır. Общаться avtorum. Bu görün bu kimdir? Yox. Bağla yenidən qoşul. Hə, düz deyir. Bunu hardan bağlayaq? Özü bağlandı, всё. İndi bu əlcək, budur. Начать maç, всё. Bağlanmalıymış. Attım sənə. Qəbul elədim. Əjdahayam. İndi getdik. Oya ilk gündə bunu professionallaşım. Telefonlar məndə, kontur məndə. Özüm atıram da. Çantada pul saxladığıma balans atacağım. Hə dostlar. Dostlar bu nədir ay dostlar? Oxuyaram, hə. Bax, kim mənə indi məni bu əl uddursa, ona bir toy borçdur. Tez. Ay Allah, Hüseyin sağ ol, no name. No name qorxuludur. Kimdirsə no name, isimsiz. Toya neçəyə gəlirəm? 3 jetona. Ay Allah. Faiz Mən də sənə deyəsən. qalmaz, sənə yoxumda. Fərman gəldi, dədəm gəldi. Sağ ol ay dədə. Nasir, sağ ol ay Nasir, var ol. Sabah deyir paylaşacaqlar. Ay da düz deyir. Toya neçə gəlirsən 3 jetona. Biabırçılıqdır. Niyə elə dedim ki mən? Zarafat eləyirsən də, nə olacaq? Yox, mən elə baxıram. Ay qız, görürəm gündə bir koftada məni zaps eləyib qoyublar ora. İndi səhərdən tapşıracağım deyib, bu gəldi sənə. Всё. Sağ ol dostlar. Qaldırdılar səni. Be. Şilyapa atdılar səni. Xoşum gəlir o bığdan. Keçən dəfə bir nəfər, sən demə Mırta, orada yazır, ekranı qayd edir. Mənə yazıb ki, mən bir paltarım gəldi. Fedor, Bustre, Fedor. Deyən oğlumun adı, Fərman da dədəmin adı. Dədəmlə oğlum qan eləyir burada. Bəh. Vizajist Xuraman gəldi. Hə. Biri yazdı ki, Afət xanım elə bil bazarda işləyirsən. Geyimim də nə geyimi idisə, biri yazır Bravonun işçilərinə oxşuyursan. Biri dedim, hə, bazarda işləyənə nə olub ki? Belə bazarda işləyirəm sonra. Sən demə bunu yazan məni tırqalayır, ekran qayd edir. Əlində səhifəsi var, 700 neçə minlik. Bir də gördüm, səhifə dağılır. O atır mənə bu ad. İnanıb cəmaat ki, Afət, dedim Məhərrəm ayında boşluq olanda bazarda işləyir. Ay mama, üstə yazıb vurub videomda partlayıb. Sağ olun. Dədəmlə oğlum qan eləyir. BBV, Fərman, Hüseyin, hamısı buradadır. Fikir versən qismətə. Keçdi qabağa bax. Afət keçdi qabağa dostlar, yatmısınız? Maçı, İbrahim sağ ol. İbrahim də daim oğludur. Hüseyin gəldi, bax yenə. Oğlum gəldi, dədəm gəldi. Nəslimiz buradadır. Sağ olun. Məndə də Fedordan başqa heç kəs yoxdur balam. Fedor təşəkkür. Sağ ol, ayıb ol, sağ ol, var ol. Bəh. Yox, tez eləyin. Təranə gəldi, çatdı. Tez, az qalıb. Fedor məni qaldırdı da. Tez. Fedor məni qaldırdı. Sultanov gəldi, Sultan. Nəslimizin ağsaqqalı Sultan. Bəh. Otursaz toyum sizlikdir. Hə, tez. Baba, Təranə gəlib keçir, hara oduram? Bir dənə maqa gəldi, 400. Uddum. Ay, aman, tez, maqa bir dənə. Ay, Təranə uddu. Dostlar da belə eləməyin də.
Hələ vaxtımızda var udmağa. Nə olsun? Yusif də daim oğuldu. Fikir ver. Nəslimiz, kökümüz hamısı burdadır. Dostlar, bir dənə sağ ol dəyərli insan. Var ol, var ol, var ol. Maga, spasiba dəyərli Gözümü insan. burada Fedora tikmişəm. Görün Fedoru nə atır bura. Ki biraz qalxaq. Yusif, Maga, bəh. Bəh. Çox sağ olun, çox sağ olun. Qardaşı zat çıxacaq. Qardaşımın adı Nəsimidir. Nəsimi varsa atsın. Atın. Tez. Nə olar bir dəfə olur. Nəsimini o gün toyda gördüm. Nəsimi demişkən. Kirvəni bizim o. Hə? Ürəyimiz də bizim. Beləri siyə yox, gəlmirəm. Pulu cırırsınız, yerə tulluyursunuz. Gözümüz baxa. Dolları yerə səpirlər. Bir gücə dollar əlimizə vermirlər. Ay qız, getmirəm. İstəmirəm. Nətər deyirəm? Mənim elə şeydən acığım gəlir. Mənə də verim. Apar ver ofisiantlara, apar ver qabyanlara. Yerə töküb üstdən ayaqlayıb cırıb tökürlər. Getmirəm. Tez. Az qaldı. Ay Allah, təranə başıma qat. Dostlar. Ay mama təriş keçdi. Ayda. Afət keçdi qabağa. Tez olun. Tez. Utdum. Yusir. Utdum. Kim utdu bilmirəm. Qoy dostlar desin. Mən utdum. Mənim başım çıxmadı. Eyni vaxtda bitdi. Kim uddu? Mən. Nə bildin? Sağ olun dostlar. Vinlər məndədir də ona görə. 2-0. Ayda. Çox sağ olun dostlar. Haqqınızı halal edin. Az mən bunlara görə oynamaq istəmirdim. Dedim bunları tərrətməyim. Böyükdən yazırlar ki, təranə ilə PK eləyin. Dedim yaxşı eləyək də. İndi qoy şey qutarsın, bu oddux olsun. Odduqdan sonra yuxarıda yazır oddux bağlanmalıdır ondan sonra. Yoxsa yox. Açaq. Qoy oddux. Bu acı şokoladlar elə qəşəngdir ki, bunlardan yesən də. Yeməkdən danışma. Moskvan havası adam nətər yedirdir. Yemək Şeydən- şokolad ya. Olmazsa olmazım Bakıdan bir dənə keçinin motal pendirini gətirdirəm. Всё, qalan hər şey burada əladır. O da yedirdir də adamı. İbrahim Hüseyin, neyim? Hədiyyəni indi atmayın, bir şeydə atardınız da, nədir onun adı? Oyun zamanı. Gözəl gəliniz olsun. O nə istə? Odduxun üstə vurun. Hə, yaxşı. Düz deyir ay qız. Bunlar nələr bilir az? Всё, maç ligi. Всё. İndi nə edeyim burada? Bastırı, nə bilim nə. Bu nədir ki? Всё da yaxşı bildik. После maç oddux. Üstə vurduq nə oldu dostlar? Принято. Qəbul elə. Sağ ol. Burada mən yazırlar da, öyrədirlər burada. Dostlar, bir dənə bombardıman eləyək də, atalar 3-ə qədər deyib. Soy getməyim də, heç olmasa. 4 uşaq burada nə yazır? Afət xanım 4 uşaq burada hədiyyə atır ki, o da toy sizliyor. Baxın da, bəyə uduzdum. Amma bir tərəfdən yaxşı oldu da, toydan canım qutardı. Yox da, o bəyəkçi idi. Bu əl, bütöv toy yox, bir yarım saat. Davay uşaqlar, tıklayın. Afəti bir dənə də udun tez. Akula kimi udun ha özdə. Bərabər gəlməsə uduzacağım. İbrahim sağ ol, İbrahim sağ ol. Bax belə işlər görün deyim, hə. Çox sağ olun. Sabah sizə nə mahnısı ifa edim dostlar. Dünən bir dənə 30 saniyəlik şeyi paylaşmışam. Ətrin duyulur. Təriş daşa döndü. Nə oldu? Dostlar, tez.